Bəzi mənbələrə görə Lamine Yamal İspaniya millisindən xahiş edib ki, sevgilisi ilə ona ayrıca otaq versinlər oteldə. Balam gecə divijeniya eləmək istəyir, biraz enerji atmaq istəyir, hiss olunur. Əslində burada pis bir şey yoxdur. Gənc oğlandır, testosteronlu bir oğlandır və bu normal bir şeydir. Amma hər şeyin həddi var. Hər şeyin həddi var. Lamine Yamalda mən Messi potensialı görmüşəm. İndi üstümə doluşacaqlar. Qaqa, Messi hara, Lamine Yamal hara? Razıyam. Lamine Yamal Messi'nin baş barmağı belə ola bilməz. O başqa məsələ. Amma Lamine Yamalda eynən Messi kimi Barcelona'nı tək daşıma potensialı var. Bu tam başqa bir şeydir. Və Lamine Yamalın qeyri-stabil həyat tərzi məni az da olsa qorxuzur. Və istəyərəm ki, Lamine Yamal özünə nümunə Neymarı yox, Messini görsün. Əlbəttə ki, bu məndən asılı deyil və yaxud sizdən asılı deyil. Bu sırf olaraq Lamine Yamal özündən asılıdır. Əgər Lamine Yamal böyük oyuncu olmaq istəyirsə, adını futbol tarixinə qızıl hərflərlə yazdırmaq istəyirsə, mütləq şəkildə Messidən nümunə götürməlidir. Başqa variant yoxdur.